166 yük taksisi, Çiko Günə Baxan Tumlarının və Təmiz Xalı Xalçoyma Fabrikinin sponsorluğu ilə Qız Atası serialı başladı. Qız atası Uddur bəxləvə Bir ilan dinmərdi Qəlbəcə Nə etsin bu kişi Duz mudur aşıqdan Aşa bəladır Həyat yoldaşı Biri cilvəli Biri gülməni Belə gətirib onun işləri Qız atası Uddur bəxləvə Bir ilan dinmərdi Qəlbəcə Çingiz? Çingiz! Çingiz! Bax, Sen mənə de görüm, sənin kaşlıkında 5500 manat hardandı? Hı? Hardandı bu pullar? necə yəni hardandı? Sən məndən görüm mənim kaştokum səndə hardandı? Söhbət fırlatmayın, söhbət fırlatma. Hardandı? Bax. 5500 sənin hardandı? Necə hardandı? Qazanmışam da mən. Necə? Necə kazanmışsan? Bu kadar pulu necə kazanmışsan? Necə? Bir gecəyə qazanmışam. Şu bir gecəyə. Ne danışır bu? Çingiz! Nədir? Mənə bir gecəyə 5500 qazanan kişi lazım deyil. Dur çıx bizdən. Dur! Dur çıx get buradan bizim evimizdən. Başa Boşanıram. Boşanıram səndən. Dur. Hey! Bir dəqiqə, otur ora, otur. Sən nə deməksən? Başım çıxmır. Yəni bir gecəyə bir kişi 5500 qazana bilməz. Mən prodüser işləyirəm də. Toylara müğənni aparıram. Toylar nə vaxt olur? Axşam. Müğənni axşam oxuyur. Oxuyan kim pul verirlər? Yox. 12-dən keçəndən nə olur? Gecə. Ondan sonra pulumu alıram, olur bir gecəyə. Yürüsün. Bu da olur bir dəqiqəyə pulu itirmək. Bəs bir gecəyə qazan, bir dəqiqəyə itir. Gərək bir də gedim qazanım. Qardaş, nə 5500 manat? Toy nədir? Ha ki, mən hələ toy eləməmişəm. Kim deyir? Bağışlayın, adınız nədir sizin? Ay Musa müəllim. Mənim, bu mümkün olan şey deyil. Mənim telefonumdan sizə zəng gələ bilməz. Nətər? Ha ki, səhər qanımı niyə qaraldırsınız? Ha, fırıldaqçı, sən özürsən, danışığına bir fikir ver. Bir dəqiqə dayan. Kim deyir? Hə, şərəfsiz, alçaq. Hə, burada mən sənə deyirəm ki, sən bütün adım əlimdən danışırsan. Deyirəm, mənim gəlməm. Nə haqqına qədər danışırsın? Hə, biz sənə dostum sənə. Hə, eşitdir sənə nə deyirəm. Ay, ki, gəl, hara gəlirsən, gəl, deyirəm, mən telefonuma çəkəcək gələ bilməz də. Hə, sən dostum. Səhərə kimi balaşqamla yorğanın altında danışmışam. Və səhərə yaxın qərara gəldi ki, biz kəbinimizi kəsdirək. Sən də qəribə adamsan. Hələ toyunuza bir ay qalıb. Toya bir gün qalmış, papa apararsın Molla'nın yanına, kəbininizi kəsərsən. Yığışdırın. Nərmiş bala, ad gününü universitetdə tələbə yoldaşlarından qeyd elədin mi? Hə, elədi atası. Yox, eləmədi.
Ne söylüyorsun? Niye gidelemedin? Ay mama, mən universitetə girməmişəmmiş. Düz deyirdi atası. Üniversitete girmeyip ki böyle tort alsın, aparsın böyle. İstəmir atasını xərcə salsın. Hər gün onsuz da buna yol xərcliyi verirsən də gedir dərsin. Onda bir dənə yaxşı tort sifariş eləyərəm. Düzdür atası. Arzuman gətirər universitetə. Sən də tələbə yoldaşlarından yaxşıca qeyd eləyərsən. Sadır qolundan. Düz deyir atam, düz deyir. Papola, biz kəbini balaşqanla əylə tutmaq üçün kəstiririk. Az yığışdır qızlarını. Aslı durun, dur. Sen de. Tələsirsən. Üniversitetin vaxtıdır. Dur. Ben de. Nərmiş dur. Sen çörəyini ye. Gel. Papa ile şekil çektirme. Papa. Neçə gündür şekil çektirmirik. Yan bakalım. Ama baba gül de. Git tez ol. Ne olmuş? Siz balaşqasılar. Sen de giyin gezme. Ay mama, papa bu tortu üniversitete gönderse ben ne yiyeceğim? O boyda tortu kime vereceğim? Harda paylayacağım? Kime? Başına. Biraz sakit de yatan var axı. Buna bakalım, bu yatma. Senin bakın bakayım. Sen de bilirsən ne var? Bu sualları özlə ver. Vaxtında gedirdin ey o. Hazırlığa. Deyirdin, ay mama alergiyam var kitaplar. idi da alergiya. İndi gedirsən, bunu da çıxart başından. Gedir, saçlarını düzət. İndi gedirsən o tortu, bilmirəm, sədəqə kimi bütün tələbələrə paylayırsan, bildin? Kime vereceğim? Ben bilmərəm, kimə verirsən ver. Get. Kürəkənə bax. Qaynat evində sərilip yatır. Biz kızı buna verdik ki, bu kızı saxlasın. Amma biz kürəkəni saxlayırıq. Ay qız səhmi atan evdədir. Özü gecəni yatmaz. Ay qız səhmi eləmə. Ay qız atan evdədir. Mikrop. Buradakı gedir gəlir, bəs. Nə qədər? Salamünaleyküm. Salamünaleyküm. Tanımadım ama. Pira xanım sizə heç nə deməyib. Aa, Təranə xanım. Bəli, Ay bəli. belə xoş gəlmisiniz, xoş gəlmisiniz. sağ olun. Soyunun, Sağ verin, olun, çox sağ verin olun. çantanızı. Təvələ xanıma burada ne işi var? Yoksa bu 5500 dalınca gelip nəni tapdı? Aradan çıxmaq lazım. Geçin Təranə xanım. Bu kimdir? O
Əyləşin. O kürəkənimizdir. Yazıq dünəndən xəstələnib, qızdırması qalxmışdı. Dedik, heç olmasa getməsin evə. Burada qalsın. Biz kürəkənimizi sevirik ya. Biz qulluq eləyirik ona. Biz də elə gəlinimizə yaxşı baxanıq. Biz də gəlin istəyərik. Maşallah, görünür. Səbişdir. Səbinə. Hə, qızım, gəl səni bir öpüm. Gəl. Gəl görüm aman qurban. Gəl bir səni öpüm. Qurban bana. Nədir qızım? Hə can. Telefonumu görməmisən? Telefonum bir dəqiqə Təranə xanım. Telefonum nə bilim az buralarda idi də. İçi gəlib bu arada mənə. Bu aslında elçi. Bax sən də keyfdəsən. O bankomat o çelikdə dayanırlar pul üçün. Sən də elə bilsən elçilərin düzülüb. Bu qızıl alverçisidir. Qızıl alacağım. Nə deyirsən ki? Müğənnidir bu xanım. Az müğənnidir. Az müğənni olanda nə olar? Qızıl sata bilməz müğənni. İndi maşallah o qədər müğənni var ki, yazıqlar elə bilsən ki, toyla pul qazana bilirlər. Biri nəsə satır, biri belə. Belədir də, neynəsə bax. Ay Təranə xanım, sizdə belə yaxşı brilyantlarınızdan, qızılınızdan nəsə var, gətirmisiniz? Narahat olmayın, bizdə qızıl da, brilyant da qatarlandı. Amma elə bil bu söhbət biraz tez oldu. Ay ya, indi söhbət eləyəcəyim, aman qurban, sən get çay getir. Get, yaxşı deyil, get. Bilirsiniz Təranə xanım, özüm elə deyirəm. Biz sizə yaxşı qızdır, bax, ev işi, bütün onun üstündədir bu. Təranə hardan gəldi, çıxdı. Bax, indi bütün məsələlər açılsa, mən bir yavru oldum, gəlib bir şey fikirləşib, aradan çıxım. Hə, aradan çıxsam yaxşıdır. Düzdür. Təranə var ya, Təranə qura. Səbriyə üçün elçi gəliblər. Başqa adam tapmadı o elçi getməyə. Səndən niyə? Ha? Heç bilirsən ki, biz onunla qohum olsaq, mən bataram, bataram. Ay dəli. Niyə batırsan? Əksinə qalxarsan, bilmirsən ki, bir gecəyə prodüser olanda 5500 manat qazanmaq olur? İnsan təsəvvür elə, onun prodüser olsan, hər gecə toya getsən, nə qədər qazanarsan, Çingiz? Ha! Neçə il sən mənə evlisən? Hə? Bu illərdə səndən tanımadın ki, mən o prodüserlardan deyiləm ki, gedib hansısa bir müğənniyə yalvarım ki, ey müğənni, gəl mənimlə işləyək. Mən sizin tanıdığınız Çingiz deyiləm bu aləmdə. Məni show biznes aləmində klaslı prodüser Çingiz xan deyə çağırırlar. Eşidirsən? Hətta show biznesin özü belə, əlbələ, ta kəndisi belə. Gəlib mənə yalvarır ki, ey gözəl insan, möhtəşəm prodüser Çingiz xan, mənə prodüserlik elə, məni el aləmə tanıt. İndi deyirsən ki, mən, dedim kiməsə yalvarım, mən öz adımı ayaqlar altına ata bilmərəm. Çingiz, sən adımı ayaqlar altına ata bilmirsən. Amma gəlib qaynatavın evində hər gün ayaq altında yata bilirsən, hə? O başqa şey, bilirsən, o başqa məsələdir. Əlbaş, sən heç narahat olma. Mən özüm gedəcəm, Təranə ilə danışacağım, həll eləyəcəm. Sən otur gözlə, yaxşı? Mən qaydasına qoyacağım, narahat olma. Təmin, bax sən, mən batdım. Səbri, bu ev tikildi, qutardı. Həyət, baca, tikinti tullantıları ilə, inşaat materialları ilə doludur. Daş, qum, çıngıl, yararsız, gərəksiz materiallarla. Bunları həyətdən daşıtdırıb, həyəti təmizləmək istəyirik. Günüzlər böyük maşınlarının hərəkəti şəhərdə çətin olduğuna görə, gecələr də mən maşın tapa bilmədiyimə görə, bax, bütün həyət iş tökülüb qalıb indi. Nə məsləhət görürsən? Bizdə bu 166 yük taksisi var. Belə bir xidmət var orada.
Orada deməli bu ev remontu olsun. İstəyirsiniz yol çəkimi olsun, fərqi yoxdur. İstəyirsiniz ofis remontu olsun. Nə qədər ki bu tullantılar var. Onu yığırıq, daşıyırıq, müəyyən bir ünvana boşaldırıq ora. Özdə bizim maşınlar bilirsiniz nətərdir Papulyas. Gecədə, gündüzdə şəhərdə rahat hərəkət edə bilirlər. Heç bir problem yoxdur. Laf yaxşı. Əla, düzəldi. Papulya, bir də bu bizim sabah yox bir gün toyumuz olmalı idi. Bəli, bilirəm. Hə, Papulya, o olmayacaq. Bu əminin sabahları 3-üdür. Ona görə siz orada gözləyirəm. Yaxşı. Oldu, görüşərik. Toy yenə 40 gün təxirə düşdü indi. 40 gündə olsun, 41-ci gündə toy eləyək də Papulya. Daşıyın, onları təmizləyin, tullantılardan həyatı təmizləyin. Hə, narahat olma onu. Yaxşı. 166 yük taksisi, Çiko günə baxan tumlarının və təmiz xalı xalçoyma fabrikinin sponsorluğu ilə Qız Atası serialı reklamlardan sonra davam edəcək. 166 yük taksisi, Çiko günə baxan tumlarının və təmiz xalı xalçoyma fabrikinin sponsorluğu ilə Qız Atası serialı reklamlardan sonra davam edir. Sana bir dənə mənə zəng gəldi. O telefonu götür görüm kimdir. Balaşqamdır. Bir dənə onu aç, danışım onunla. Hə, Balaşqam. Yo, rahat ol. Hə, danış, problem yoxdur. Papulya ilə danışdın. Niyə razı olmadı ki? Bizim kəbin kəstirməyimizdə nə problem var, Hə də Balaşqam. Hə də əl-ələ tutub gəzməyimiz üçün, qucaqlaşıb selfie çəkdirmək üçün. Yaxşı Balaşqam, mən onda gedib özüm danışaram. Mən də səni öpürəm Balaşqam. Bir dənə bu telefon dodağıma gətir mən. Bir dənə sağ yanağıma qoy, telefon sağ yanağıma qoy. Sən bu gedişinlə məşğul oldu. Daha sənsən ha? Vidadi müəllim mənəm. Ən nə müəllim? Sən nə müəllim olar? Sən maşinlikə yekətsən. Aşkı bir əlini qolunu aşağı sal görüm kimsən, nəyə gəlirsən? Bu yaxşı səninlə telefonla danışırdım ha mən. Həmin telefonla danışan oğlanam. Bir adamlar var yanımda danışa bilmədim. Sənin telefonundan mənə zəng gəlib. Musa sənsən? Musa mənəm. Aki, mən sənə nə demişəm, düz demişəm. Mən sənə adam kimi başa saldıram ki, mənim telefonumdan sənə zəng gələ bilməz, sən durub boş boğazlıq edirsən. Mənim də yanımda adam vardı, mən də səndən... Boş boğaz özünsən, nə olur, bilsən nə var? Sənin telefonundan mənə zəng gəlib, Karoçe. Mənə deyiblər ki, toy var, gedim mən də toyu oxumuşam. Toy oxuyandan sonra, mən demişəm toy yəsinə ki, pulumu mənə ver. O deyib ki, sənin həmin oğlan ki, calaşdırmışdı, pulu vermişəm o oğlana. Mən də belə baxıram ki, həmin oğlanla siz əlbürsüz. Karoçe 200 də maşınlıksınız. Kişi, bura şirkətdir, bura ofisdir, burada səsim başına düşmür. Mən şirkət tanımıram. Nə müğənni, nə pul, nə 5500 manat. Sən burada nəsə yanlışlıq var. Yanlışlıqlar yoxdur. Mənim telefonum sənə zəng gələ bilməz. Çıx bayra, çıx bayra. Zaya. Adımı sağ qoymaram. Zaya, çıx bayra orada. Çıx bayra deyirəm sənə. Yerim çıx bayra. Getmirəm, heç ara getmirəm. Sən düşmədik. Vallahi mənim oğlum da qazançlı oldu. Evli, eşikli, vəzifəli, çox yaxşı olurlar. İnanın ki, elədirsə mən onda yoldaşıma zəng eləyim deyim, axşam bir sizə gələk elçiliyə. Nə olardı, pis olmazdı, mən də elə Vidadiyə zəng eləyim ki, axşam tez gəlsin. Elçilərimiz gələcək. Maşinliklərin biri maşinliklər. Ağzına gələn də. Sənin başında sən turp əkəcəm. Alo. Yox, burada biri var, onunla danışıram mən. Maşinliklər. Nə olur? Yaxşı. Gələrəm gedək elçiliyə. Gələrəm gedərik. Gedirəm 5500 gələrəm. Dedim ki, yanlış oldu. Dedim alan kimi buradan gedəndə öləm mən, sən pul almasın. Deyəsən sənin başın bədəninə ağırlıq eləyir, nəzətə. Yox, səndən deyiləm. Burada bir nəfər var, gəlib ofisə məni şərləyir burada. Nətər?
Elçi gəlir. Hə, nə olar, axşam söhbət eləyərik. Apollo, icazə versən də mən Balaşqanla bu kəbinimizi kəsdirək, hə? Heç kəbinin yeridir. Görmüsən, gün ortaçağı gəlib məni öz kabinetimdə şərləyir. Kim var şərləyir? Qulağımı kəsmək istəyir. Kim var kəsərsin? Tamam, pulumu verin. Təranə xanım, mənim həyat yoldaşım professional prodüserdir. Prodüserlığı xaricdə öyrənib gəlib. Bizim bu neçə dənə müğənnimiz var, əllərini çörəyə çatdırıb. İndi adamzat bəyənmirlər. Sizə məsləhət görərdim ki, siz də bir ondan işləyəsiniz, peşman olmazsınız. Professionaldır. Açığı deyim, mən bu dəqiqə heç kimə inanmıram. Fırıldaqçılıq götürüb gedir aləmi. Nə qədər fırıldaqçı prodüserlər var. O günləri bir prodüser gedib, bizim adımıza toy danışıb. 5500 manata alıb, ay qız, götürüb aradan çıxıb. İndi bilmirəm onu mən hardan tapım. Biz də getmişik, toyu oxumuşuq. Polisə ver. Yox, ev yəsi deyir ki, mən verdim bir oğlan da pulu götürdü, çıxdı, getdi prodüser. Mən indi neyim? Ona görə də mən indi axşam gələcəm sizə elçiliyə. Oturub danışarıq. Həni verəndən sonra prodüserin də həsini verərik. Hə, peşman olmazsınız. Mütləq gəlin, gözləyəcək. Çantamız qaldı, çantamızı da götürün. Heç götürmədiniz, axşam gələcək. Bunu almışlar ki, universitetin qabağında paylayəsən güya tələbə yoldaşları var. Nədir ay bala? Qoydular ki, universitetin qabağında kəsdim, istədim paylayım hamıya. Mühafizəçilər gəldilər ki, universitetin qabağında tort paylamaq, satmaq, nə bilim, heç nə qoymadılar. Abala, universitetin qabağında qoymurdular, aparardın, parka cəmaata paylayardın. Bunu nəyə gətirmirsən üstünüzə? Ay, mama, parka da getdim də, parkda gəldilər sanepidemstansiyadan, dedilər ki, bunun sertifikatı hanı, sənə kim icazə verir parkda, nə bilim, tort satırsan, nə bilim, neyləsə, elə bilirlər, satıram da qoymadılar heç kimə paylamaq. Deyirəm, bax, nərmiş, bu tort boyda başına daş düşəydi. Neyim, mama, neyim? Axşamın gələn vaxtıdır, nəyə gətirmirsən, az bunu bizim evə? Bu kəsim yeyək. Dayan görək sən də. Az bunu nəyə gətirmirsən? Ayıf deyə, açmaya. Səbiş, bük bunu, tez elə. Əynini geyin, aparsan bunu həyətdə zibil qutusunun yanına. O bir piyazka qonşumuz var, adı neydi onun? Ay, mama, qalıb da, qalıb da. Apar Alyoşa gitsin, nə qalıb? İndi atan gələcək deməyəcək, ay bala bunu sənə universitet üçün almışam. Gətirmirsən bunu evə. Az sən mənə heç az. Mama! Deyirəm, universitetə girmədim. Bari tort paylaya bilərdin də, keç görün. Keç. Arqaba! Get, elə belə gel. Göyərçin kimi də çırpını beləmək üçün bildin. Bu elçiyə gələcək və sən buna gedəcəksən. Mən bu elçini evdə buraxa bilmərəm. Bildin sən bir sözünü yığışdır. Mama, getməyəcəm. Niyə? Mama, qaynanam deyəcək ki, mən diyetədayam. Mənim üçün dietik yemək pişir. Hə, nə olar? Ərincin isə yağlı belə. Gündə 2 dəfə mən yemək pişirəcəm. Mən aşpaz gedirəm, mama, o evə. İstəmirəm. Qızım, gedəcəksən. Qaynanan üçün pervi ftaroyda bişirəcəksən. Lazım gəlsin, belə masaj da eləyəcəksən. Bildin ya? Yoxdaymış.
icazənizlə mən kiçik bir müdaxilə eləmək istəyirəm. Doğrudan da mənim üçün də maraqlıdır ki, siz bu qızı, üzr istəyirəm, siz bu qızı gəlin göndərirsiniz, yoxsa masaj eləməyə? Kürəkən, Bəli. sənə nə düşüb bizim işimizə qarışırsan? Çingiz, salaram səni ayağımın altına, o ki var təpikləyərəm ha, özünü yığışdır, bildin nə var? Bildin? Ha, qız eşitdin? Əynənəm ha. Buna bax bir. Mama, istəyirsən Çingizi tapdala, istəyirsən də fil masajı elə. Getməyəcəm ərə. Syo. Dur. Gel atamı da dur. Dur, sən də gel. Kızlar, atanız geldi. Əzəkət, nə olub burada? Qız niyə belə eləyir? Səbişdi də fikir vermə. Ərə gedir deyə sevinir atası. Afolya, Səbuhi Mollanın danışıb beh də verib. Olar ki, biz kəbinimizi kəstirək. Hə, yaxşı, molla gəlirsə qoy gəlsin. Onda ata, kəbinimiz kəsiləndən sonra biz artıq Balaşqanla rahat qucaqlaşıb otura bilərik də, hə? Nəzəkət, girişdir onu. Nərmiş qızım, universitetə göndərdiyim tort nətər idi? Xoşunuza gəldi? Dadlıydı Atacan, çox yaxşıydı. Beş parmağın beşini də yalıblar, nə olacaq? Amma hamıya çatmadı, yəni dadlıydı. Çatmadı? Eyb yoxdur. Sabah tələbə yoldaşlarını yığıb gətir evə. Anan da bir yaxşı şirniyyət süfrəsi açsın. Mən də öz əllərimlə sizə yaxşı bir kabab pişirim, yeyin. Hə, nətər bunlar? Tələbə yoldaşlarımı? Ay mama, nə tələbə yoldaşları? Atam nə deyir? Hardan tutun bunları gətirir? Atan sənin canına dərd deyir. Nə deyəcək atan? Atanın şirniyyət sexi var. Bir damcı hərəsi yedi bəsdir. Bir kusok ərəyə bəsdir. Ay, Üdadı, sən də dəhşət. Ay, nazı uşaqlar da qoy yığışsınlar, gəlsinlər, səni də tanısınlar, evimizi də tanısınlar. Nereye? Yiyiblər də. Hə, nə olar, gələn də, yaxşı, gələn. Çingiz, dur ayağa. Get cibimdən pul götür, get çikola. Əziz anam, mən bütün gecəni yatmayıb ideyalar fikirləşmişəm deyə yorğunam. Ölüdən düşə bilmərəm. Və cavan qızlar var, bax, nərmiş. Qaça-qaça gedib alıb gəlsin. Burada nə var ki? Nərmiş. Ey mama, Get bax, nə çıxsa sənindir, nərmiş. Bax, nə çıxsa. Hə qızlar? Nə çıxsa sənsin? Hə. Beş manat çıxdı, qızım, mamam qurban Allah. Nərmiş, məndə 10 manat çıxdı. Məndə 20 manat. Məndə yox, bizdə. Boy imzalına udur. Gedib mənim yerimə də oynayarsan. Hə. Hamıya nəsə çıxıb. Bir dənə mənə heç nə çıxmadı. Sənə dedim axı bala, götür, pulu get, sən al, hamısı sənin olsun. Sən elə yatırdın, Gedərdim. Görərsən, get, necə yaxtarsan elə sən. Bilirsin sən, qaynana. Sən demək bütün ideyalar çikon içindəymiş. Balaşqan, bu nədir? Məni qaçırmağa gəlmisən? Yox, babaşqa. Elə bu Sumqayıtda qallamaq mən. Oradan gətirdim ki, elə burada təmiz xalıya zəng vurum, gəlsinlər, aparsınlar, yusunlar, gətirsinlər. Ay Səbuhi, Sumqayıtda təmiz xalının filialı var da. Hə, mən nə bilim, axı bilmirdim ha. Onda yaxşı, mən gedirəm Gəncəyə. Bu dayımın qaynanası rəhmətə gedibdi. Gedim onun yasına dəyim, gəlim, elə verərəm burada aparıb yuyarlar. Balaşqan, təmiz xalının elə Gəncədə də şöbəsi var da. Ha, doğrudan, onda elə aparım elə Gəncədə yusunlar. Escape from the city and follow the sun. 'Cause I wanna be yours, 'cause I wanna be mine. I don't wanna get lost in the dark of the night. This time Bu nə xalçadır? Səbuhi? Nə heç nə? Qızı qaçırmağa gəlmisən? Başa düşmədim. Yox, Nəzakət xanım. Nə? Dedim elə Gəncəyə, dedim Gəncədə bunu verim təmiz xalda yusunlar. Oradan da dayımın qaynanası rəhmətə gedib, elə orada dəyib gələcəm. Hə, qorxdum mən də. Başqa yer yox, narahat olma. Apar onu yuduzur təmiz-təmiz. Qaydanda da dayımın o qaynanasıdır, kimdir, nədir, onu da yasına dək. Səninlə sonra söhbətim olacaq toy məsələsi. Nə oldu bu toy? Yaxşı. Tez elə. Yaxşı, görüşürüz, sağ ol.
166 yük taksisi, Çiko Günəbaxan tumlarının və Təmiz Xalı Xalçoyma fabrikinin sponsorluğu ilə Qız Atası serialı reklamlardan sonra davam edəcək. 166 yük taksisi, Çiko Günəbaxan tumlarının və Təmiz Xalı Xalçoyma fabrikinin sponsorluğu ilə Qız Atası serialı reklamlardan sonra davam edir. Eşitmirsiniz qapı. Salam, hoş Buyurun əyləşin. Ay Vidadi, bunlardan hansı birini taxım qalmışam belə, hansını taxsam yaxşıdır? Ay Vidadi, hansını taxım bunları? Sən niyə belə qaşqabaq eləyirsən? Nə olur? Gör, elçilərin də yanında qaşqabaq eləyə bilərsən, qaçır, qoy elə qalsın qızın evdə, yaxşı? Eləyərəm də. Nə olur? Bugün zırramanın yekəbaşı tərbiyəsinin biri gəlib ofisə mənim yanıma. Deyir, gör, mən onunla toy danışmışam, pulunu da alıb yemişəm. Ay, Vidadi, ne zırramayı? Bir sakit danış da, eşitdi. Axı, elçilər elə bilər, onlar üçün deyirsə, biabır eləyirsən adamı. Əşi, mən elçilər nətən demək olar kimdir sən də. Bu köynək nəsə xoşuma gəlmir, bir qırışdı, bir ayrı ağ köynək bütülə verdiyin. Bu nədir sifətindən zəhrimar tökülür? Elə biləcəklər ki, qızlarını almaq istəmirik. Belə sifət eləmə. Qız yox, o getdim, həmin adam vardı, 5500 olan bizə boşda olan. Getdim ona, tapdım o kişini. O da ağsaqqal bir kişiydi. Dedim, pulu verir, tez elə 5500 verir. Dedim, niyə görə? Dedim ki, sənin telefonundan mənə zəng gəlib. Həmin adamlar nə əlbirsiz. Dedi, o anlaman elədi ki, mən yəni zəng getməyim mənim telefonumdan. Nəsə əsəbləşdirdi məni, mən də bir dənə kəllatdım, çıxdım gəldim. Dəhşət sən də. Kəllatdım, hara gelsən ona buna kəllatırsan. Otur, yaxşı, sonra Nə var nə? Bu nə bitfası? Nə bitfasondur ki? Prodüser dediyin əslində belə olmalıdır ki, gündəmdə qalsın. Ancaq bu bidə 5500 verirlər, yoxsa ki, hardadır 5500? Təranə xanım, sizə demişdim, həyat yoldaşım prodüser işləyir. Tanış olan Çingiz, Təranə xanım isə mənim də tanırsan yəqin. Xoş gördüm. Musa, bilirsən kimdir bu? Gəlinin bacısının yoldaşıdır. Bizlə prodüser işləmək istəyir. Gəlin bacısının yoldaşı. Tanışdığıma çox şadım. Həmişə istəmişəm ki, sizi canlı görüm. Belə siz əvvəllər kimlə işləmişsiniz prodüser? O qədər təcrübəliyəm ki, bax bu sualı gözləyirdim. Gözləyirdim. Həm müğənninin birinci verdiyi sualda kiminlə işləmişsən? Əlbəttə ki, mən bunu söyləməliyəm ki, ilk öncə başlamazdan əvvəl çox araşdırdım ki, kimlə başlayayım. Və belə qərara gəldim ki, Araçla başlayayım. Araç. Yevraziyaya gedən vaxtlarım. Bəli. Araçdan sonra İbrahim Borçayla başladım işləməyə. Bəli. Sonra o birinin adı var idi, canım gözüm. Adı həmişə yadımdan çıxır yalnız. O suda doktor nə idi onun adı? Snoop Dogg. Snoop Dogg. O Aygün Kazımova ilə bərabər bəli, o vaxtlar olardı. Sonra Manav Ağayevlə. Aycanı yapmış vaxtı. Bəli. Və nəhayət son işbirliyim o Viagra var, Viagra. Onlarla çalışdıq. İndi hələ ki boşluqdur, amma təkliflər çoxdur. Bəli. Belə baxıram bayaqdan, sənin səsin çox tanış gəldi mənə. Bir harasa görmüşəm səni. Mənim səsim? Bəli. Mənim səsim tanış gələ bilməz. Ya da gələ bilər. O baxımdan ki, mən efirlərdən düşmürəm. Bəli. Məni hər kəs verilişinə çağırır və bu yaxınlarda mən Türkiyədə oldum. Və orada Bəyaz Şovda qonaq oldum. Bəli. Yəqin oradan xatırlayırsınız məni. Siz bizlə işləmək istəyirsiniz. Hansı şərtlər altında işləyirsiniz bizlə?
Bilirsiniz, bu çox doğru sualdır. Bəli, deyir şərti şunda kəsək ki, xırmanda yabalaşmayaq. Deməli, ilk öncə şərtim bu olacaq ki, mən bütün müğənnilərə bunu söyləmişəm. İlk öncə siz mənə 10.000 manat verəcəksiniz. Bəli, ondan sonra mən bütün işləri görəcəm, siz ondan da artığını qazanacaqsınız. Yəni 10.000, 12.000. Bu verir, gözümüz qazanır orada. Bilirsən nə var qaqaş? Mən bu yaxınlarda başıma oynaşdılar. Kim? Bir nəfər idi, allatmışdı, pulumu götürüb qaçmışdı, 5500 manatla. Ona görə mən bu qərara gəldim, əgər sizlə işləsək, yazılı surətdə, yəni müqavilə notariusla, müqavilə yolu ilə belə işləyə bilərik sizinlə. Belə prodüserlər çoxdur, inanın ki, yəni insan adını batırırlar. O kimsə çox naxələf insandır, çox vicdansız bir adamdır ki, sizin kimi insanlardan 5500... Naxələf insandır, vicdansız. Bəli. Ona görə də mən belə qərara gəldim, sizə düzünü deyim. Açığı mən hələ ki buranın vətəndaşı deyirəm, çıxmışam burada. Mən Burada yaşamırsın. Türkiyə vətəndaşıyam. Yəni mən burada sənədləşmə işlərini öz adımla apara bilmərəm. Amma məndən də etibarlı bir insan var. Bəli. Vidadiata. Onun adıyla biz müqavilə bağlaya bilərik ki, pulunuz itməsin. Razısınız? Olur. Olar? Olur. Bu da sənəd. Görürsünüz necə oxşayırıq? Bax bu insan adına sənədləri hazırlayacaq. İndi bilməm. Cengiz. Mən kəlimləmimdir. Cengiz bax. Mən hatırla. Bu qızın atası harda qaldıq? Bir dayan da hövsələn olsun. İndi gəlib çıxanlar, ay Musa, nə olub sənə? Səbirsiz adamam da mən. Gəlim. Ay Təri, qızın atası budur. Hadi ne? Ol bak kızım, yanlışsın. Papulya, Səbuhi molla gətirirdi ki, kəbinimizi kəssin. Mollanın yası çıxdı, geri qayıtdı. Bana molla ile bir tane diyorlar, ne olar? Bu mollanın yası çıktı, başkasını getirer. Qəbristanlıqda ölüden çok molla var. Ağlım ya. Ay papa, ölən Səbuhinin böyük əmisidir. Ayı parçalayır. Endinin günün bu vaxtı ay harda parçaladı onu. Zakata ağada dağdan xizə ilə sürüşəndə düşüb yatmış ayının qucağına da. Onun əmisi çoxdanın ayağı sürüşkən idi. Cəhənnəm olsun. Yaxşı, sen keç evə. Biz elçilər yola verək, ondan sonra yasa gidərik. Ağlama, keç evə. Ay Nazır, sen harada qaldın? Gözlüyünlər at. Qızın anası olsa atası da olacaq da. Allah evi tiksin. Səhər mən bu kişiyə kəllatmışam, başa düşsən. Bəs indi biz neyiniyək? Sən hara gedirsən elə hamıya kəllatırsan. Belə şey olar. Mən o adamdan üz-üzə gələ bilmərəm. Dur, davay, dur, çıxar. Hə, dur, çıxar. Davay, gedir. Akşamınız xeyir. Hoş gəlmişsiniz. Xoşuna gələk. Bildin mi? Ben de sizin işimizden oğul verim. Sen çok sert gelmişsin, çıkın bayrağa. Gel. Aç kapını. Ya bunlar kim benim? Şimdi bu gel. Hara gel. Sən özün gəlsən, mən gəlmişəm. Böyle çileğe getirdim. Ben görürüm ki hara getirdim. Nə haraydı? Səsiniz aşağı mərtəbələrə çatmış. Elçiliyə gəlmişsiniz, ayıb baxı, bugün sabah qohum olacaqsınız. Mən də ki, əli boş gəlməmişəm, gördüyünüz kimi qəşəng bir tort almışam ki, bu gözəl günü qeyd edək. Nə tortu yeyirik bir yerdə, sonra ağzımızı şirin edirik ki, günümüz xoş keçsin. Nərmiş, ad günün mübarək. Nərminə, bu mənim sənin ad gününü aldığım tort deyil, bala. Ay baba,
Bəs Alyoşa? Alyoşa, Vidadi, sən aldığın tor köhnə idi. Köhnə idi. Biz də rəva bilmədik də, bir də sənə deyə əziyyət verib, apardıq, qoyduq zibil qutusunun yanına. Yenisini sifariş verdik, apardıq. Demişdim Alyoşa gitsin. Alyoşa. Çingiz, sən bunu zibillikdən gətirmisən. Bu nedir? Bunun saçına. Ay Mustafa bizden pul alıp kaçan prodüser değil bu. Deyirəm mən hardan tanış gəldim. Mikro. Benim telefonumla bunlara sen zəng eləmişsən. Çık bayra. Ay Mustafa ne durmusan? Buna bir kelle vur. Ay Mustafa bir kelle vur buna. Bəs müqavilə necə olsun? Tez bir tane buna kelle vur. Bəs müqavilə. Gülmünden kustur. Nə gülməz? Usta gülür be. Deməli tortu yeyirik bir yerdə, sonra ağzımızı şirin edirik ki, günümüz xoş keçsin. Nərmiş az günün mübarək. Musa koymarım. Kim var orada? Ha çık bayra dedim Tamam, sana. verin abi, biz getirelim. Yerim çık bayra. Getmirəm, heç yana getmirəm mən. İşe düşmedik. Yaxşı var, burası bir Beşimizi ver, gedələ. Əməlli deyirlər, ha elə demə. Mən universitetə olmam. Atası bu üniversitete onsuz da elə hər gün Otur dedim, oyan buyan eləmir. Nərgiz. Ay ne yaxşı gülməkdir. Bu elçini Səbiş mənə bax dedim. Bu elçini o sənə deyiləm. Mənə bax dedim. Məni çilə. Deyil o sözü. Bir geceye kazanmışım. Boş başından fikirləşərdin. Boş başın ini o. Al, götürürsün. Ay kız bunu eve niye getirdin? Geç. Gel, elə belə get. Ama yazsın sinip yerdiydi oğlum. Papardan bilir. Ay otele benim daşlarım hardan tutsun onları gətirim? Atam ne deyir? Az sən atam canın boyda dəhd deyir. Nə deyəcək? Atasın. Motor. Ürəyi gedir, mən Seyala gələndən qaralamışam. Nə taxtalamaq üçün, orası.